Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Hər birinizi salamlayıram. Çətin döyüşlər mətninin izahına baxaq. Çətin döyüşlər. Mahmud müəllim qabağına qoyulan çaydan bir-iki qurtum aldıqdan sonra sözünə davam etdi. Düşmənin həm Şamaxı üzərindən şimal bölgəsinə doğru, həm də Gəncə istiqamətində hərəkət etməsi səbəbilə Nuru Paşa ordunun iki hissəyə bölünməsinə qərar vermişdi. Çünki bir tərəfdən irəli gedilsə, düşmənin digər qolu onları arxadan vura bilərdi. Bu iki cəbhə arasında böyük bir fərq var idi. Göyçayın nəzarətə götürülməsindən sonra ordu hissələri əvvəldən planlaşdırdığı kimi bir-birindən ayrıldı. Susuzluq əsgərlər tamamilə əldən salmışdı. Qara Məryəm yaxınlığında çatanda əsgərlər düşmən tərəfindən pusuya düşdülər. Bir anda nə baş verdiyini anlamayan əsgərlər dağılışmağa başladılar və ipi qopmuş təsbih dənələri kimi hər yana səpələndilər. Bir az sonra ilk anın çaşqınlığını üzərlərindən atdılar və puskuda gözləyən xain düşmənlə döyüşməyə başladılar. Hadisədən xəbər tutan Nuru Paşa Əlağa Şıxlinski ilə bərabər dərhal Göyçaya gəldi və cəbhə xəttindəki zəiflikləri aradan qaldırmaq üçün təlimatlar verdi. Eyni zamanda ordunun qərargah mərkəzinin də Gəncədən Göyçaya daşınmasına qərar verildi. Suallara baxaq. Birinci sual. Mətndə kursivlə yazılmış sözü verilmiş ifadələrin hansı ilə əvəz etmək olar? Kursivlə yazılmış söz burada təlimat sözdür. Təlimat sözünü biz burada nədən əvəz eləyə bilərik? Təlimat vermək, yəni göstəriş vermək və əmr etmək sözlərindən əvəz eləyə bilərik. Ona görə də cavabımız olmalıdır A variantı. İkinci sual. Qəhrəmancasına döyüşən Qafqaz İslam ordusunun sağ qalan əsgərləri Veysəlli kəndinə sığındılar cümləsi tünd qara rənglə verilmiş hansı rəqəmdən sonra yazıla bilər? Burada hansı rəqəmdən sonra yaza bilərik bunu? Hansı rəqəmdən sonra? Baxın. Demək, hadisədən xəbər tutan Nuru Paşa Əlağa Şıxlinski ilə bərabər dərhal Göyçaya gəldi və cəbhə xəttindəki zəiflikləri aradan qaldırmaq üçün təlimatlar verdi. Bax, demək, bu cümlədən sonra biz bu fikri yaza bilərik. Bizə də deyir ki, deyilsəydi ki, hansı rəqəmin yerinə yazılmalıdır, hansı rəqəmin yerinə, onda biz 5 götürərdik. Amma bizə deyir ki, hansı rəqəmdən sonra, demək, 4-cü rəqəmdəki cümlədən sonra yazılmalıdır. Ona görə də cavabımız olmalıdır D variantı. Üçüncü sual. Mətndə altından xətt çəkilmiş sözlə bağlı doğru fikirləri müəyyən edin. Mətndə altından xətt çəkilən söz hansı sözdür? Böyük. Bu iki cəbhə arasında böyük bir fərq var idi. Cəbhənin arasında böyük fərq olmağı, cəbhə arasında fərqin böyük olmağı bu hansı mənadadır? Yəni məcazi mənadadır. Sayca çox, küllü miqdarda anlamını vermiş olur. Cavabımız olur C variantı. Dördüncü sual. Üzərində rəqəm yazılmış hansı ifadələr məcazi mənadadır? Üzərində rəqəm yazılanlara baxaq. Birinci, davam etdi. Davam etmək həqiqi mənadadır. İkinci, qərar vermişdi. Qərar vermək məcazi mənadadır. 2-yi götürərik. Susuzluq əsgərləri tamamilə əldən salmışdı. Məcazi mənadadır. Döyüşməyə başladılar həqiqi mənadadır. Demək, cavabımız olmalıdır 2 və 3, yəni C variantı. 5-ci sual. Mətndə təsvir olunan hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Düzgün ardıcıllığını. Demək, burada ordu hissələrinin bir-birindən ayrılması, Nuru Paşanın Göyçaya gəlməsi,
Mahmud müəllimin sözə başlaması. Elə başda birinci gələn nədir? Mahmud müəllim qabağına qoyulan çaydan bir-iki qurtum aldıqdan sonra sözünə davam etdi. Ona görə birinci götürməliyik Mahmud müəllimin sözə başlamasını. Yəni 3-dən başlamalıyıq. 3-dən başlayacağıq deyə A-nı, C-ni silək. 3-dən başlayırıq. İndi 4-ə və 5-ə baxaq. 4-də əskərlər düşmən tərəfindən pusuya düşməsi, 5-də Nuru Paşanın ordunun 2 hissəyə bölünməsinə qərar verməsi. Demək, baxın burada Nuru Paşa ordunun 2 hissəyə bölünməsinə qərar verdi. Bu daha öncədir. Ona görə 3, 5, daha sonra 1 gəlir. Ordu hissələrinin bir-birindən ayrılması 3, 5, 1. İndi 2-dən 4-ə baxaq. Görək hansı daha öncədir. 2-də deyir Nuru Paşanın Göyçaya gəlməsi, 4-də deyir Nuru Paşanın ordunun 5-də əskərlər düşmən tərəfindən pusuya düşməsi. Göyçaya gəlməyi axırdadır. Onda demək pusuya düşməsi əvvəldə olacaqdır. Yəni cavabımız olmalıdır D variantı.